Bəzən dünya bizə elə yad gəlir ki, özümüzü öz otağımızda belə bir qərib kimi hiss edirik. Franz Kafka, labirintlərin içindəki vicdan səsi. Əziz dostlar, bəzən dünya bizə elə yad gəlir ki, özümüzü öz otağımızda belə bir qərib kimi hiss edirik. Bax, bu duyğunun ən böyük ustadı Franz Kafkadır. Kafkanın dünyası çıxışı olmayan dəhlizlər, səbəbi bilinməyən ittihamlar və bir səhər həşərata çevrilən insanın faciəsidir. O yazırdı: bir kitab bizim daxilimizdəki donmuş o dənizi parçalayan balta olmalıdır və onun öz əsərləri məhz o baltadır. Kafka çevrilmə əsərində Qriqor Zamzanın timsalında modern insanın ailə və cəmiyyət daxilindəki yalnızlığını elə bir daxili sızıltı ilə təsvir edirdi ki, oxucu öz varlığını sorğulamağa başlayırdı. Kafka üçün həyat bir məhkəmədir və bu məhkəmədə hakim də, müttəhim də, şahid də elə insanın özüdür. O deyirdi: səbir hər bir çətinliyin açarıdır. Amma onun qəhrəmanları o açarı tapmaq üçün ömürlərini labirintlərdə qurban verdilər. Kafkanın dili soyuq və rəsmi görünsə də, bu rəsmiyyətin altında vulkan kimi qaynayan bir ehtiras və ağrı yatırdı. O bürokratiyanın divarlarını deyil, insan ruhunun ətrafına çəkilmiş o görünməz hasarları yıxmağa çalışırdı. Kafka bizə öyrətdi ki, insanın ən böyük qorxusu özü ilə üz-üzə qalmasıdır. Onun əsərləri bizi həmin qorxu ilə barışmağa və həqiqətin gözlərinə dik baxmağa məcbur etdi.